bir neçə şeylər var ki, o şeylərə riayət eləyəndə biz həyatımızda baxıb görürük ki, ardıcan bərəkət gətirir, işlərimiz bərəkətli olur. Məsələn, onlardan biri halal ruzidir, halal ruzi qazanmaqdır. Ümumiyyətlə, halal ruzidən istifadə eləməkdir. Əgər insan qazancına haram qatmasa, mən hətta bir şeyi test eləmişəm öz həyatımda və bir neçə nəfər də bu şeyi eləyiblər və oradan onlar da məsəl üçün mənim üçün danışıblar ki, yazıblar. Məsələn, bir illik, gündəlik və yaxud aylıq nə qazanırsa, onu qeyd eləyib. Məsələn, gəlir bir ilin tamamında hər günü qeyd eləyib də öz üçün ki, bu qədər məsələn pul qazanmışam. Və ilin sonunda baxıb görüb ki, ilin tamamında məsələn deyirəm 3000 manat dəyərində bir il ərzində pul qazanıb. Təbii ki, halalda. Və ikinci tərəfdən də onun məsrəfini yazıb, xərclənməsini yazıb. İkisini də ayrı-ayrı cədvəllərdə. Sonda gəlib ilin sonunda baxıb görür ki, qazancı 3000-dirsə, xərclədiyi həmin qazancdan 3500 və yaxud 3700 manatdır. Deyir, mən onun cavabını tapa bilmirəm ki, bu 700 manat, 500 manat bu artıq ki vardı, bu hardan çıxdı? Çünki əlavə mən deyir, pul xərcləməmişəm. Hətta mən özüm bunu yoxlamışam belə. Görürəm ki, halal qazancdan insan qazanc əldə edir, xərcləyəndə onu artığının tapa bilmirsən ki, hesaba da vurursan ki, baxı, hardan çıxdı bu? Ancaq bunu bağlamaq olur nə ilə? Halal qazancının bərəkəti. Çünki vəd verilib hədislərimizdə ki, əgər bir nəfər halal qazanc əldə eləyərsə, bərəkətli olar. Və ondan da əlavə, bərəkət burada bu mənadadır ki, insanın belə deyək, pulunun artımı olar. Bundan da əlavə, hətta insanın o artımdan əlavə bərəkət bu mənadadır ki, insanın mənəvi həyatında da faydası çox olar. Faydası çox olar.